Londonda Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hökuməti arasında iqtisadi əməkdaşlığı üzrə birgə hökumətlərarası komissiyanın 7-ci iclası keçirilib. İclasdan əvvəl Energetika naziri Pərviz Şahbazovla Birləşmiş Krallığın biznes və ticarət üzrə dövlət katibinin müavini, xidmətlər, kiçik bizneslər və ixrac naziri Gareth Thomas arasında ikitərəfli görüş olub. Görüşdə iki ölkənin əməkdaşlıq gündəliyində yer alan aktual məsələlərə dair müzakirə aparılıb. Sonra hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda 20-dən çox sahə üzrə görülən işlər, həlli vacib məsələlər nəzərdən keçirilib və inkişaf perspektivlərinə dair təqdimatlar edilib. Enerji keçidi istiqaməti üzrə dənizdə külək, günəş, enerji və hidrogen infrastrukturunun inkişafı da daxil olmaqla bərpa olunan enerji şəbəkənin inkişafı kimi sahələrdə əməkdaşlıq edilməsi razılaşdırılıb. Tədbir çərçivəsində UKEF və Azprom arasında anlaşma memorandumu imzalanıb. Sonda iclasın yekunlarına dair protokol imzalanıb. Komissiyanın 8-ci iclasının 2026-cı ildə Bakıda keçirilməsinə qərar verilib.